Salam, bugünkü mövzumuz informasiya nədir? Qısa şəkildə bəzi qeydləri nəzərdən keçirək. Ümumiyyətcə, informasiya informatikanın ilk anlayışıdır. İnformasiya ətraf aləmdən aldığımız istənilən məlumatlardır. İstər televizordan, radiodan, şəkillərdən, kitablardan, qəzetlərdən və sair aldığımız məlumatlar. İnformasiya növləri istənilən bir informasiyanı biz mətn şəklində, qrafik şəklində, video, səs, ədəd şəklində göstərə bilirik. İnformasiyanın saxlanması. Kompüterdə əsas informasiya daşıyıcısı, yəni informasiyanın saxlanması qurğusu sərt diskdir. Digər saxlama qurğuları da mövcuddur. İnformasiyanın saxlanması üçün biz informasiya daşıyıcılardan istifadə edirik. Şəkildən də göründüyü kimi burada əsas informasiya daşıyıcısı olaraq informasiya daşıyıcılarına toxunmaq istəyirəm. Adi informasiya daşıyıcıları, elektron informasiya daşıyıcıları. Adi informasiya daşıyıcıları kitablardır, qaya üstü rəsmlərdir, cin lövhələr və s. Elektron informasiya daşıyıcıları hal-hazırda bizim istifadə etdiyimiz daşıyıcılardır. Optik disklərdir, sərt disklər, elektron informasiya daşıyıcıları adlanır, flash disklər və s. Ümumiyyətcə, qısa-qısa hərəsindən biraz məlumat verdim. Növbəti videolarda geniş məlumatlar verəcəm.